Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunmuş 2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramında tamamilə yeni tədris metodlarının işlənib hazırlanması nəzərdə tutulur. Bu məqsədlə Ultra şirkəti tərəfindən ölkəmizdə elektron təhsil sistemi qurulmaqdadır. Şəbəkəyə qoşulan hər bir müəllim sistemə öz notebookundan təhlükəsiz daxil olaraq elektron dərsə başlayır. Şəbəkə vasitəsilə məlumat və resurs mərkəzinə bağlanan müəllim sinifdə interaktiv multimedia vasitələrindən istifadə edərək dərs prosesinə başlayır. Proyektor vasitəsilə elektron dərslər şagirdlərə nümayiş olunur. SCORM standartlı interaktiv elektron dərslər şagirdlərin özlərinin dərs prosesinə cəlb olunmasına imkan yaradır. Müəllim şagirdlərin qiymətlərini elektron jurnala daxil edir. Məlumat və resurs mərkəzinə toplanan bu mərkəz serverindən informasiya valideynlərin mobil telefonuna mesaj formasında yollanır. Valideynlər Vahid Təhsil portalı üzərindən internet vasitəsilə övladın qiymətlərinə, davamiyyətinə baxa bilərlər və onları illər üzrə analiz etmək imkanı qazanırlar. Məktəb direktoru elektron məktəb idarə etmə proqramı vasitəsilə məktəb üzrə bütün şagirdlərin göstəricilərini analiz edə, dərs cədvəlini nəzarət altında saxlaya, müəllim heyətinin dərslər üzrə yerləşməsini müəyyən edə və müəllimlərin dərs vasitələrinin uyğunluğuna nəzarət edə bilir. İllər üzrə analiz oluna bilən belə məlumatlar məktəbin daha effektiv idarə etməsinə və tədrisin keyfiyyətinin yüksəldilməsinə gətirib çıxarır. Məktəbdə quraşdırılmış elektron lövhə vasitəsilə məktəbin dərs cədvəlləri, müəllimlərin dərs qrafiki, şagirdlərin şərəf lövhəsi, müəllimlərin aktivlik lövhəsi nümayiş olunur. Daim dəyişən və yenilənən bu elektron lövhə birbaşa məlumat və resurs mərkəzinə bağlanmaqla istənilən informasiyanı nümayiş etdirmək imkanına malikdir. Məktəblər yüksək sürətli vahid şəbəkə daxilində siniflər arası video konferanslar yaratmaqla bilik mübadiləsi edə bilirlər. Beynəlxalq standartlarla qurulan məlumat və resurs mərkəzində yüksək həcmli, kəsintisiz elektrik sistemi quraşdırılmışdır. Xüsusi bioloji giriş sistemi ilə qorunan server otağı bu mərkəzin beyni hesab olunur. 4 nüvəli Intel platformalı HP serverlərdən qorulan mərkəzi server sistemi 24 saat işləməklə saniyədə milyonlarla əməliyyatı yerinə yetirir. Server otağı həm temperaturu, həm də rütubəti təmzinləyən presizion kondisioner ilə təmin olunub. Texnologiyaya və insanlara zərər vurmayan qaz ilə yanğın söndürmə ilə təchiz olunub. Yanğın anında buraxılan qaz otaqda oksigeni yox etməklə yanğının qarşısını alır. IP kameralar hər bir prosesi qeydə alır. Mərkəzin əməkdaşları xüsusi proqram təminatının köməyi ilə bütün məlumatları analiz etmək, interneti idarə etmək, məktəblərdəki problemləri burada aradan qaldırmaq, elektron dərsləri idarə etmək və s. bu kimi mühüm əməliyyatları həyata keçirmək imkanlarla malikdirlər. Vahid təhsil şəbəkəsinə qoşulan Təhsil Nazirliyinin mərkəzi aparatı elektron təhsil sisteminin idarə etməsində birbaşa iştirak edir. Yaradılmış Vahid təhsil portalı Azərbaycanda təhsilin bütün pillələrini əhatə edəcəkdir. Təhsil portalı həm müəllimlər, həm şagirdlər, həm tələbələr və həm də valideynlərin istifadəsi üçün nəzərdə tutulub. Portalda hər bir məktəb, hər bir müəllim və şagirdin öz saytı olacaq. Yaradılmış elektron dərslər və forumlar dərslərin daha yaxşı qavranılmasına imkan verir. Təhsil portalı təhsildə elektron vərdişləri artıran ən böyük informasiya resurslarından birinə çevriləcəkdir. Xüsusi yaradılan interaktiv xəritə üzərində istənilən məktəb haqqında məlumat almaq, onların maddi-texniki bazasını müəyyən etmək və müəllim çatışmazlıqlarını müəyyən etmək imkanları olacaqdır. Ölkəmiz üçün çox önəmli olan bu cür layihələri yerinə yetirən Ultra şirkəti və onun partnyorları öz texniki imkanları və bilik potensialını daim Azərbaycanın inkişafına həsr etməkdədir.